Ən ucuz evlər hava çıxır, gecə-gecə çıxır, düzdürmü? Yerinə görə, yerləşmə yerinə görə həqiqətən çox gözəl qiymətə çıxıb bu evimiz təqdim Gecənin edilir. Və cekpotu. bir şey də qeyd edim ki, əziz və dəyərli izləyicilərimiz, inanın ki, axşamı gözləmişik ki, bu evin gözəlliyi, gündüz bir gözəlliyi var, axşam bir gözəlliyi var. Biz sizə bunu gecə gözəlliyini göstərmək istəyirəm. Zəhmət olmasa ətraflı bir dənə ətraf həyəti göstər. Həyətin rahat 2 avtomobil, hətta 3 Rahat avtomobil şəkildə daxil marşrutda cəmi 5 metr məsafəsi var. 5 3 addım. 5 metr, 5 addım, 6 addımda marşrut yoldur. Çıxdın qapının ağzından marşrutla minirsən rahat şəkildə. Qapının önünəcən asfaltdır. Evimiz paket sənəddən ibarətdir. 3 otaq, 90 kvadrat civarındadır, 5 daş kürsüdür. Görsə, çölün gözəlliyini bir dənə baxdıq, gördük. Bir dənə evin gözəlliyinə baxın. Evin gözəlliyi elə özü danışır, mən danışmama ehtiyac yoxdur. Sənədlər qaydasında paket kupcalı dövlət ipotekasına yararlı, təbii ki, ipotekamız hazırdırsa, ay maşallah, maşallah. Gözəlliyə bax bir dənə. Çox gözəl zövqlə uyğun aboy seçimləri. Yerimiz ümumilikdə stipol. Mərmər qranit gördüyünüz hissələr təmiz. Burada mətbəximizdən də söhbətgah deyək də belə, söhbətgahımızda yerimiz var. Keçid etmək mümkündür. Dostlar, qiymət gözəl. Qonaq otağına, qonaq otağında bir başqadır. Mən gözəl evlərdə həmişə intisarda saxlayan qiyməti axırda deyəcəm. Bu evin qiymətini əvvəldən demək istəmirəm. Çünki axırı çox. Amma çox şirin bir qiymətdir. Yəni bu evə görə çox münasib bir qiymətdir. Bu evə görə həqiqətən yerləşmə yeri, evin gözəlliyi, evin keyfiyyətinə görə havai qiymətidir. Yəni bu qiymət Masazırda belə bir keyfiyyətli remontda ev tapmaq mümkündür. Qoşa daşla inşa olunub ümumi, kəmər, kürsü hamısı qanuni şəkildədir və qanuni 3 otaqdır. Ən əsası da paket kupçadır, dostlar. Bu bir yataq otağımızdır. Buradan bax görün, pəncərələrin qarşısı hamı hər biri açıqdır, bəli. Qətiyyən başqa bir ev yoxdur, maneə yoxdur qabağında. Hamısı rahat şəkildə gün işığı daxil olur evimizin. Burada bir yataq otağımız, geniş belə qəşəng yataq otaq. Aboyu çox bəyəndim. Şəxsən öz evimə də bu aboyu seçimini edəcəm. Həqiqətən çox bəyəndim. Çox gözəl zövqü var ev sahibinin. Burada da son olaraq sanuzerimiz yerləşir, dostlar. Sanuzerdə hətta havalandırmaya kimi həyətdə, şəxsən otaqda özüm evin qiymətini deyəcəm. Bizi intizarda saxlama. Neçəyədir bu ev? Evimizin qiyməti... Maşallah. Evə baxdıqsa adamın ürəyi açılır. Həqiqətən, adam heç getmək istəmir. Bir dənə istəsən var qoy, çay qoyub burada oturursan səhərə kimi. Havaya bax bir dənə. Masazırın ən gözəl yeri və ən təmiz havası olan bir ərazidə yerləşir. 569 nömrə maşını qapıdan çıxdın, maşına minirsən. Evimizin qiyməti 92.000 manat start qiymətimizdir, dostlar. 92.000 manat. Belə bir gözəl, belə bir həyətin rahat şəkildə 2 maşın daxil olur. Evim gözəldir. Mənə yox, evi göstər, qardaş. Məni başım bırak. Ev gözəldir. Həqiqətən çox gözəldir. 92.000 manat verin, qardaş. Bu evi əldə edin. Əgər pulunu çatmırsa, dövlət ipotekasını tam rahat şəkildə əldə edə bilərsiniz, dostlar. Dəyərli izləyicilər, dövlət ipotekası kredit demək deyil. Evimiz kreditlə satılmır. Yalnız nəqd yolla satılır. Bəli. Quru bir ərazidir. Qətiyyən padvalında bir dənə nəmişlikdən söhbət gedə bilməz. Divarın enliyini 5 daş kürsülüdür. Tam qoşadaş. Görürsünüz, tam qoşadaş və ərazidə qupquru, qupquru. Videonu çox uzatmayaq, dəyərli izləyicilərimiz. 92.000 manata Masazır qəsəbəsi marşrut xattının təm mərkəzində, əsas yolun tam kənarında. Yəni marşrut demək olar ki, evin qapısının önündən fəaliyyət göstərir. Sol tərəfi və sağ tərəfi də boşdur, hasar da maşallah olsun hündürdür. İzlədiyiniz üçün sağ olun, salamat qalın.